Bütün yenilikler Aygün Kazımov etdi. Biz de ondan örnek götürdük hamımız. Saç kaynağı ilk Aygündən gəldi. Əməliyyatları o etdirdi. Tabii istinad edirəm bizim media. Bizim mediada aparıcı Mətanət Əliverdiyeva Xəzər axşamı verilişində deyib. Mətanət Əliverdiyeva, cavan da deyilsiniz, gənc də deyilsiniz ki, deyim ki, sizi bilmirsiniz, xəbərdar deyilsiniz. Maşallah, bu günlərdə sizdə Allah qoysa, 50'ni xırdalamısınız, yaxınlarda bir neçə ilə də 60'ı xırdalayacaqsınız. Bizdə ilk əməliyyat etdirən Nəzakət Məmmədova olub. Bizim çox tanınmış xalq artisti olub. Düzdür, onun əməliyyatı uğursuz oldu, dünyasını dəyişdi. Amma ilk əməliyyat etdirən Nəzakət Məmmədova olub. Səhv salmayın əzizim. Bəzən elə şeylər deyirsiniz ki, pişiyin belə gülməyə gəlir. Mətanət xanım, belə səhvlərə yol verməyin. Siz bilirəm, bəzən elə səhvlərə yol verirsiniz ki, sonra da deyirsiniz, etiraf edirsiniz. Yenə də deyirəm, sizin də az yaşınız yoxdur ki, bilməyəsiniz. Siz bilirsiniz ki, ilk əməliyyat etdirən Azərbaycanda Nəzakət Məmmədova olub. Sonradan dünyasını dəyişdi, uğursuz olub əməliyyatı. Yəni deməyin ki, saç qaynağı ilə bağlı məlumatım yoxdur. Amma mən biləm ki, bizdə ilk dəfə o idi. Bəzi şeylər də deyib, nə bilim, belə. Mətanət xanım, biraz diqqətli olun. Diqqətli olun, biraz keçmişə də, əgər nəysə danışırıq, istinad edək, xatırlayaq, tarixi yada salaq. Deyək ki, bax, belə bir, düz deyək, o qədər də belə uğurlu bir şey olmayıb, amma azından bizim keçmişdə də müğənni qadınlarımız gözəl olmaq istəyib. İstəyiblər ki, izləyicini bax, gözəlliklərlə sevindirsinlər, ruhlarını oxşasınlar. Təbii ki, Nəzakət Məmmədova da elə sıradan bir müğənni olmayıb, hamı onu sevib. Amma yaşı keçdikcə biraz düşünüb ki, daha gözəl qalmalıdır. O bunu edib, təəssüf ki, uğursuz olub. Yəni biraz diqqətli olmaq lazımdır.